Gəlin çi bağlayıcısının çi ədatına seçmə yollarına baxaq. Deməli, çi bağlayıcısını çi ədatına seçmək üçün bizim 3 yolumuz var. Hansılardır? Deməli, birinci yolumuz budur ki, çidən sonra vergülün qoyulması. Amma bu bütün, yəni məqamlarda uyğunlaşmır. Məsəl üçün, harada çidən sonra vergül qoysanız, birinci bağlayıcıdır. Məsəl üçün, mən dedim ki, sənə söylədim ki, burada çidən sonra vergül gördünüzsə, bağlayıcı sayılır. Amma bizim bir məqamımız var. İşlərim alınmır ki, alınmır. Mən səni görmürəm ki, görmürəm. Eyni feillərin ortasında gələndə ki, hərdən çidən sonra vergül qoyulur. Deməli, eyni feillərin, eyni sözlərin arasında gələn ki, qüvvətləndirmə ədatı funksiyasını yerinə yetirir. Daha sonra baxaq biz digər qaydalarımıza. Əgər çidən əvvəl hərəkət gəlsə, çidən əvvəl xəbər gəlsə, bu zaman ki, yenə bağlayıcı sayılır. Məsələn, arzum bu idi ki, nə idi? Bu idi. Xəbərindən sonra çi gəlibdir. Sənə demişəm ki, yenə feildən sonra çi gəlibdir. Bu məqamlarda ki olur bağlayıcı. Amma əsas yolumuz necədir? Bizim əsas yolumuz ondan ibarətdir ki, sən bağlayıcıda cümlənin davamını gözləməlisən. Sən sanki cümlə yarımçıq qalıb. Çünki ki bağlayıcı tabelik bağlayıcıdır və mütləq tabeli mürəkkəb cümlələrdə işlənir. Mütləq və mütləq. Və səndən soruşulsa ki, hansı bağlayıcılar olan cümlə əminliklə deyə bilərsən ki, tabeli mürəkkəb, əminliklə deyə bilərsən ki, mürəkkəb cümlədir. Sən bu zaman tabelik bağlayıcılarını sayırsan. İndi baxaq. Dedim ki, nəyi dedim? Demək davamını istəyirəm. Mən səndən soruşdum ki, nəyi soruşdun? Davamını istəyirəm. Fikrin budur ki, nədir fikrin? Davamını istəyirəm. Deməli, cümlə necə yarımçıq qalıb bir davam edicilik funksiyası yerinə yetirilirsə, deməli bu zaman sayılır nə? Ki bağlayıcı funksiyasını yerinə yetirmişdir. Amma çinin ədat funksiyasını yerinə yetirdikdə sadəcə bir qüvvətləndirmə, bir də sual ədatı xidmətlərini edir. Məsəl üçün, mən ki belə deyildim, sən ki mənə baxmazdın, mən ki bütün dərslərimi oxuyardım. Burada sadəcə ki bir qüvvətləndirmə vəzifəsini yerinə yetirir. Amma bir də bizim bir sual ədatımız var. Gəlirsənmi ki, gedirsənmi ki, eşitdinmi ki? Bax, bunlar isə qüvvətləndirmə ədatını, sual ədat funksiyasını yerinə yetirir. Bir də bizim əlbəttə ki, bunlardan əlavə çı-daçı şəkilçimiz var. Çı-daçı şəkilçimiz. Onlar necə tapırıq? Çı, harada, harada. Çı-daçı şəkilçisi gördünüzsə, çı-daçı. Deməli, bağdakı, evdəki, yandakı, oradakı, buradakı fərqi yoxdur. Hamısı ya düzəltmə sifətdir, ya mürəkkəb sifətdir. Bir dənə in, çi şəkilçili sözlərdən başqa in-çi şəkilçili sözlər sayılır isim. Özü də görürsünüz, birinci qrammatik gəlib, sonra leksik. Bizim 4 dənə leksik şəkilçimiz var. Çı, daçı, cilsız. Bunlardan qabaq qrammatik şəkilçi daxil ola bilər. Ona görə harda çı, daçı görsək sifət, amma in-çi görsək isə sayılır isim.